Salam, hörmətli müəllimlər. Bugünkü dərsimiz metodika və pedaqogikaya həsr olunur. Biz bugün Aynur Rüstəmovanın təqdimatında problem həll etmə bacarığının formalaşdırılması haqqında danışacağıq. Salam Aynur xanım. Salam. Aynur xanım, şagirdlərdə problem həll etmə bacarığı niyə formalaşdırılmalıdır? Salam, xoş gördük Fərinə xanım, izləyicilərimizi də salamlayıram. Bugün çox vacib mövzu ətrafında danışacağıq. Şagirdlərdə problem həll etmə bacarığının formalaşdırılması bu insan üçün lazım olan ən vacib həyati bacarıqlardan biridir. Çünki insan istər peşəkar həyatında, istər şəxsi həyatında davamlı olaraq tez-tez həll olunması məsələlər olur və insandan bu məsələləri həll etmək bacarığı istənilir. Bu nöqteyi nəzərdən şagirdlərdə bu bacarığı formalaşdırmaq çox əhəmiyyətlidir. Xüsusən məktəbdə tədris zamanı bu bacarığın əsasının qoyulması şagirdlərin gələcək həyatında mühüm rol oynayır. Belə ki, bu bacarığın formalaşdırılması kiçik yaşlarından başlananda onun düşünməsi, məsələyə yanaşması bacarığı sonralar bir vərdişə çevrilir. Mövzuya keçməmişdən əvvəl kiçik bir haşiyə çıxmaq istərdim. Qeyd etmək istərdim ki, ümumiyyətlə dildə elə sözlər var ki, insanın beynində müsbət və ya mənfi assosiasiyalar yaradır. Problem sözü insanlarda, xüsusən bizim cəmiyyətdə daha çox neqativ assosiasiyalar yaradır. Problem deyəndə daha çox insanlar nəsə böyük, çətin, həll olması çox ağır olan məsələləri gözləri qarşısına gətirirlər və yaxud bununla assosiasiya edirlər. Əslində isə problem həll etmə kontekstində problem sözü bu mənanı, bu ağırlığı, bu neqativliyi daşımır. Problem nədir sualına biz cavab versək, bunu əslində belə cavablandıra bilərik. İnsanın qarşısına çıxan, yəni kiçik və ya böyük çətinliklər, cavabı axtarılan, istənilən sual bu problem hesab edilir. Hətta problem üçün biz bəzi nümunələri də burada vermişik. Məsələn, ən adi bir situasiya. Tutalım, siz qeydiyyat aparmalısınız və bu dəqiqə qələm yoxdur və sizə qələm lazımdır. Siz bu problemi həll etməlisiniz və ya sənədin üzərinə su dağılıb, nə etməlisiniz, bu problemi necə çözə bilərsiniz? Və ya məsəl üçün sinif yoldaşına material göndərməlisən və yaxud hər hansı bir sənədi göndərməlisən həmkarına və sənin internet yoxdur və bu problemi həll etməlisən. Gördüyümüz kimi bu problemlər bizim gündəlik həyatda rastlaşdığımız və ağırlığına görə o qədər də çətin olmayan, ağır olmayan məsələlərdir. Lakin bunların hamısının həlli üçün düşünmək və həll yolu tapmaq tələb olunur. Problem həll etmə kontekstində həm bu cür kiçik, həm də böyük məsələlər, həll olunması lazım olan məsələlər nəzərdə tutulur. Problem həll etmə nədir? Problem həll etmə bacarığı şagirdlərdə müstəqil düşünmək, çətinlikləri aşmaq, məsələyə tənqidi yanaşmaq və ən əsası müstəqil qərar qəbul etmək bacarığı formalaşdırır. Hər hansı bir problemi həll edərkən ən əsas o problemi müəyyənləşdirmək, onun həlli yollarını beyin həmləsi ilə üzə çıxartmaq, daha sonra həmin problemlərin hansının effektiv olduğunu dəyərləndirərək həyata keçirtmək prosesi özündə ehtiva olunur. Gəlin sadə bir nümunəyə nəzər yetirək. Təsəvvür edin ki, belə bir sadə bir situasiyadır. Şagirdlər dərsə gəliblər məktəbə və görürlər ki, sinif bağlıdır, müəllim hələ gəlmir və açarın yerini də heç kəs bilmir. Nə etməli? Bu, şagirdin qarşısına çıxan bir problemdir və şagirdlər bu problemi həll etmək məcburiyyətində ola bilərlər. Proses nədən başlamalıdır? Birinci addım, şagirdlər problemi müəyyənləşdirməlidirlər. Problemimiz indiki halda nədir? Biz sinifə daxil ola bilmirik, çünki qapı bağlıdır. Biz əgər sinifə vaxtında daxil olmasaq, dərsimiz bozula bilər. Bizdə olan məlumat bu problemlə bağlı odur ki, heç kəsdə açar yoxdur, müəllim hələ yoxdur və biz bu səbəbdən sinifə daxil ola bilmirik. İkinci addım problemin həlli yolunun strategiyasının müəyyənləşdirilməsidir. Beyin həmləsi ilə müxtəlif həll yolları təklif edilə bilər.
Məsəl üçün biz nə edə bilərik bu situasiyada? Məktəbin başqa bir müəllimini tapa bilərik, ondan kömək istəyə bilərik və yaxud başqa bir əməkdaşını tapa bilərik, ondan kömək istəyə bilərik və bu adamlarda açarın olub-olmadığını müəyyənləşdirə bilərik. Sinifə başqa bir yolla, məsələn, ola bilər ki, sinifin pəncərəsi dəhlizə açılır, pəncərədən sinifə daxil ola bilərikmi, bilmərikmi? Bu həll yollarının hələ ki müzakirəsidir və başqa sinif axtara bilərik dərsimizi keçmək üçün müvəqqəti olaraq. Məsələn, işi bölüşdürə bilərik. Məsələn, bir qism şagird digər başqa bir müəllimi axtarmağa gedə bilər, digər komanda isə məktəbin başqa bir əməkdaşını axtarmağa gedə bilər ki, açar məsələsinin həll olmasında bizə kömək etsinlər. Bu hələlik həll yolları deyil, bu həll yollarının təklifləridir. Üçüncü addımda şagirdlər ən effektiv həll yolunu müəyyənləşdirməlidirlər. Onlar bunu müəyyənləşdirmək üçün müəyyən suallara cavab verməlidirlər. Məsələn, hansı həll yolu indiki halda daha sürətlidir, daha effektivdir? Hansı həll yolu daha realdır? Hansı addımın hansı riskləri vardır? Məsələn, dəhlizə açılan pəncərə varsa, biz oradan içəri girsək, bunun müsbət mənfi tərəfi nədir? Müəllimi axtarsaq, bunun müsbət mənfi tərəfi nədir? Hansında biz daha çox risk almış oluruq, hansında biz daha sürətlə məsələni həll etmiş oluruq. Bu təhlil aparılandan sonra müəyyən bir qərar gəlinə bilər. Dördüncü addım qərarın verilməsidir. Şagirdlər bu prosesi, yəni təklifləri təhlil edəndən sonra hansı qərarın daha uğurlu olduğunu müəyyənləşdirirlər və qərar qəbul edirlər. İndiki halda görünən ən uğurlu, ən effektiv qərar odur ki, şagirdlər məktəbin başqa bir müəllimini və ya başqa bir əməkdaşını axtarıb tapmalıdırlar və onda açarın olub-olmadığını müəyyənləşdirməlidirlər. Əslində, çox sadə görünən bu situasiya şagirdlərdə çox mürəkkəb düşünmə prosesinə səbəb olur. Əlbəttə ki, bir neçə dəfə bu problemə düşən adam üçün, məsələn, yuxarı sinif şagirdi üçün qərar qəbul etmək daha asandır. Siz təsəvvür edin ki, bunu ikinci sinif şagirdi, birinci sinif şagirdi və üçüncü sinif şagirdi bu qərarı qəbul etməlidir. Onun beynində gedən o düşünmə prosesi hansı mərhələlərdən keçir? Sual yaranır ki, şagirdə biz bu cür düşünməyi nə üçün öyrədirik? Məsələn, birinci, ikinci, üçüncü sinif şagirdin yerinə bunu başqa bir adam rahatlıqla həll edə bilməzmi? Əlbəttə edə bilər. Sadəcə bu situasiyaların şagirdə dərs zamanı, tədris zamanı verilməsi onlarda problem həll etmə zamanı mən necə düşünməliyəm cavabını tapmağa kömək edir. Və növbəti dəfə onlar yaşları artdıqca, daha fərqli problemlərə düşdükcə, onlar bu problemləri necə həll edəcəkləri haqqında artıq bir mexanizmə, beyinlərində bir strategiyaya malik olmuş olurlar. Yəni, hər bir şagird bilməlidir ki, problemi həll etmə prosesində birinci problemin nə olduğu müəyyənləşdirilir, daha sonra ona müvafiq strategiya seçilir, daha sonra effektiv həll yolu tapılmağa çalışılır və sonda da ən effektivi tapıldıqdan sonra onunla bağlı qərar verilir. Bəli, bu ən sadə strategiyadır, hansı ki, bu addımlardan keçmədən problem həll etmək mümkün deyil. Bir məsələyə də münasibət bildirim. Bizim burada çəkdiyimiz situasiya bu nümunədir. Bu o demək deyil ki, biz şagirdlərə bilərəkdən bu cür bir problemi yaratmalıyıq ki, şagirdlər bu problemə düşsünlər və biz onların problem həll etməsini ölçək. Xeyr, sadəcə bu bir nümunədir ki, addımların necə getməsi açıq-aydın görünsün. Problem situasiyanı müəllim dərsdə, sinifdə yaratmalıdır. Onları düşünməyə yönəldirərək, həyatla inteqrasiya edərək, müxtəlif bu kimi tapşırıqlar verərək ki, və bu mexanizm üzərindən düşünməyi şagirdə yönəltməlidir. Əsas məsələ, açar məqam bundan ibarətdir. Həm də sizin çəkdiyiniz nümunə hər hansısa bir məktəbdə real olaraq baş verə biləcək bir hadisədir. Ona görə mənə elə gəlir, müəllimlər elə bu tərəfdən məsələyə baxsalar və prosesi bu yönündən daha ardıcıl şəkildə hansı proseslərin şagird beynində baş verdiyini özləri üçün dəqiqləşdirsələr, daha sonra isə şagirdlərlə iş aparan zaman bu proseslərin ardıcıllığını da sinif otağında mövcud problem, hadisə üzərində tətbiq edə bilərlər.
Əslində gözlənilən də elə məhz bu cür yanaşmadır. İndi isə gəlin problem həll etmə prosesi haqqında bir qədər daha ətraflı danışaq. Çəkdiyimiz nümunə çox sadə də olsa mexanizmi izah etdi, amma problem həll etmə prosesi yalnız bununla bitmir. Problemin müəyyənləşdirilməsi bu ən vacib məsələdir. Adətən insan problemi həll etməkdə ona görə çətinlik çəkir ki, o problemin nədə olduğunu müəyyənləşdirə bilmir. Problemin nədə olduğunu müəyyənləşdirə bilməyəndə, düzgün görməyəndə atdığı addımlar, növbəti addımlar artıq uğurlu olmur. Çünki müəyyən zəhmət çəkilir, iş görülür və nəticə ilə ölçülmə gələndə görünür ki, bu qədər zəhmət heç də problemin həllinə gəlib çıxmamışdır. Buna görə də problemin müəyyənləşdirilməsi bu çox vacibdir. Problemin müəyyənləşdirilməsi deyəndə həm mövcud situasiyadakı problem nəzərdə tutulur, həm də yarana biləcək problemlərin müəyyənləşdirilməsi nəzərdə tutulur. Proaktiv yanaşma vardır problemlərin həllinə. Bu özündə nəyi ehtiva edir? Yəni insan hadisələri təhlil edir, əvvəlcədən yarana biləcək problemləri müəyyənləşdirir və onların da qarşısını almaq üçün artıq planlaşma aparır. Bu özü yarana biləcək problemlərin müəyyənləşdirilməsi və onlar üçün də həll yollarının tapılmasıdır. Bu özü insanda tənqidi düşüncə, analitik təfəkkür tələb edən bir məsələdir. Mümkün həll etmə yollarının təhlili. Mümkün həll yollarının tapılması üçün mütləq beyin həmləsi aparılmalıdır. Hətta tək insan belə beyin həmləsini aparmalıdır. İnsan özü ilə beyin həmləsi necə aparır? Məsələn, biz özümüzə bir sual veririk ki, mən bu problemi necə həll edə bilərəm? Buna cavab vermək üçün, yəni açıq, aydın beyin həmləsi özün özündə aparmaq üçün ilk ağlıma gələn fikirləri vərəqdə qeyd edirsən. Bunun üçün insan beynində həmin an tənqidi təfəkkürü söndürməlidir. Niyə görə söndürməlidir? Çünki tənqidi təfəkkür o dəqiqə beyinə gələn informasiyanı saf-çürük etməyə, yaxşıdır, pisdir deyə bölməyə başlayır. Və bu informasiyanın beyində emal edilməsinə mane olur. Tənqidi təfəkkürü söndürəndə beyində və insan beyin həmləsi edəndə özü öz beyninə belə. Onda ağla gələn bütün fikirlər qeyd edilir və daha sonra tənqidi təfəkkür həmin fikirləri yaxşı və ya pis, uğurlu, uğursuz olaraq dəyərləndirməyə başlamalıdır. Tənqidi təfəkkür vaxtından əvvəl prosesə qoşulanda yaradıcı fikirlərin yaranmasının qarşısını alır. Bu nöqteyi nəzərdən insan özü ilə də beyin həmləsi aparanda bu məsələyə diqqət yetirməlidir və eyni zamanda şagirdlərə də biz yönəldəndə ki, siz beyin həmləsi edin, ilk ağlınıza gələn məsələləri qeyd edin, şagirdlərə bu tövsiyəni də vermək lazımdır. Daha sonra nəticələrin dəyərləndirilməsi. Müəyyən həll yolları müəyyənləşdirildi, təkliflər artıq var və artıq dəyərləndirmə prosesi gedir. Hansı həll yolunun müsbət mənfi tərəfləri hansıdır? Hansı daha uğurludur, daha effektivdir, daha az zamana başa gələ bilər və yaxud ola bilər daha uzun zamana başa gəlsin, amma daha effektiv olsun. Bu proses dəyərləndiriləndən sonra həll yollarının reallaşdırılması məsələsi başlanır. Ən yaxşı, ən effektiv həll yolu deməli tətbiq olunur. Bunun nə üçün ən effektiv olması lazım gələndə əsaslandırılır mütləq şəkildə. Həll yolu effektiv həm də ona görə hesab olunur ki, nəticələrin dayanıqlığı bu çox vacib məsələdir. Nəticələrin dayanıqlığı o deməkdir ki, biz bir problemi həll ediriksə, biz onu həmişə yalnız bir dəfəlik, indilik həll edim kimi məsələyə yanaşmalı deyilik. Problem həll etmədən doğan qərarlar elə olmalıdır ki, həm də uzun müddətli olsun. Yəni növbəti dəfə o problemin yaranmasının qarşısını alsın və ya o problem hər şeyə rəğmən yenə də yaranıbsa, onun həlli çox sürətli baş versin. Və refleksiya. Refleksiya nəticələrin baxılması, yəni biz problemi həll etdik, müəyyən bir nəticə əldə etdik və həmin situasiyanı biz özümüzdə refleksiya edirik. Uğurlu oldumu, olmadımı, nə üçün uğurlu oldu, nə üçün uğurlu olmadı, başqa situasiyada biz bunu fərqli necə tətbiq edə bilərik, gələcək problemlərin həlli üçün bundan necə istifadə edə bilərik, təkmilləşdirməyə ehtiyac varmı, yoxmu? Bax, bu məsələlərdə refleksiya mütləq olmalıdır ki, növbəti dəfə bu cür problemlə ya rastlaşmayaq,
ya da rastlaşaraqsa daha səmərəli, daha effektiv yolla həll etmiş olaq. Çünki bizim artıq bir təcrübəmiz var və bu təcrübə bizə hansı işin uğurlu olub olmaması haqqında məlumat əldə etməyimizə kömək edir. Problem həll etmə bacarığının faydası şagird üçün çoxdur. Şagirdin tənqidi təfəkkürü inkişaf edir. O, eyni situasiya müxtəlif nöqtələrdən, müxtəlif nəzər nöqtələrindən baxa bilir. Dözümlülüyü artırır. Yəni, insan başa düşür ki, problem həll etmə onun öz əlindədir və o ilk çətinliyə düşən kimi həmən dəqiqə geri çəkilmir, israrla problemi həll etməyə yönəlir. Qərar qəbul etməsini inkişaf etdirir. Şagirdin müstəqil qərar qəbul etməsinə, eyni zamanda düşünülmüş seçim etməsinə kömək edir. Yaradıcılığı inkişaf etdirir. Belə ki, elə situasiyalar var ki, onlar həmişə eyni həll yolu ilə həll oluna bilər. Amma elə situasiyalar var ki, onların həlli üçün fərqli həll yolları tələb olunur. Və şagird bu fərqli həll yollarını tapanda bu onun yaradıcılığı inkişaf etmiş olur. Əməkdaşlığı inkişaf edir. Əgər biz bir komandada işləyiriksə, komanda üzvləri ilə bir yerdə problemi həll ediriksə, bu bir-birimizlə ünsiyyətə, eyni zamanda problemi effektiv həll etməyə kömək edir. Emosional intellekti və ünsiyyəti inkişaf etdirir. Problemin həlli zamanı kimlə, harda, nə zaman, necə danışmalı olduğunu şagird öyrənir. Daha adaptiv, daha dözümlü, daha intellektual və emosional, sosial bacarıqlı bir şəxsiyyətə çevrilir şagird. Problem həll etmə bacarığının real həyatda tətbiqi şagirdlər üçün çox mühümdür, çox fərqlidir və çox yaxşıdır. Yüksək akademik nailiyyətlər qazandırır problem həll etmənin yüksək olması. Belə ki, şagirdlər özlərinin güclü, zəif tərəflərini tanıyırlar, yəni problemləri müəyyənləşdirirlər, onu necə həll edəcəklərini özləri üçün bilirlər. Bu həm də metakognitiv bilik bacarıqları inkişaf etdirir. Bundan əlavə tənqidi təfəkkürü, analitik təfəkkürü inkişaf etdirdiyi üçün problem həll etmə bacarığı müxtəlif fənlərdə, xüsusən analitik təfəkkür tələb edən fənlərdə şagirdlərin uğurları daha yüksək olur. Karyera qurmağa hazır edir şagirdləri. İstənilən sahibkar işə daha adaptiv, daha dözümlü, problemləri həll etməyə bacaran, istənilən çevik və dəyişən situasiyaya həmişə adaptasiya olmağı bacaran əməkdaşı işə götürmək istəyir. Üstəgəl tənqidi təfəkkürlü, yaradıcı təfəkkürlü insan axtarır. Və bu cür problem həll etməsi olan insan həmişə sevdiyi sahədə özünə yer tapa bilir. Gündəlik problemləri həll etməyə kömək edir. İstər şagirdlərlə, öz sinif yoldaşları ilə əməkdaşlıqdan, ünsiyyətdən tutmuş, vaxtın idarə edilməsinə qədər insan həyatı üçün zəruri olan həyati bacarıqları özündə formalaşdırır ki, bu çox önəmli bacarıqlardır. Problem həll etmə bacarığına mane olan fəaliyyətlər hansılardır? Bu, kognitiv bariyerlər, emosional-psixoloji bariyerlərdir və insanın öyrəndiklərini həyatla əlaqələndirilməməsidir. Kognitiv bariyerlər deyəndə nə nəzərdə tutulur? Əgər biz şagirdləri daim əzbərləməyə yönəldiriksə, onların təfəkkürünü, xüsusən tənqidi təfəkkürünü inkişaf etdirmiriksə, belə şagirdlərdə problem həll etmə bacarığı formalaşmır və inkişaf etmir. Emosional və psixoloji bariyerlər bu şagirdlərin məğlub olmaqdan qorxması, səhv etməkdən qorxması, özünə inamın aşağı olması, tez təslim olmaq kimi xüsusiyyətlərin olması bu şagirdlərdə problem həll etmə bacarığını məhdudlaşdırır. Ona görə biz həmişə deyirik ki, sinifdə sağlam sosial-emosional mühitin formalaşması bax bu cür bariyerlərin aradan qalxmasına və davamlı olaraq da şagirdlərdə lazım olan həyati bacarıqların formalaşmasına xidmət edir. Öyrəndiklərinin həyata inteqrasiya edilməməsi, sinifdə şagirdlərin öyrəndikləri ilə həyati situasiyalar arasında, həyat arasında əlaqənin qurulmaması, inteqrasiyanın qurulmaması şagirdlərdə problem həll etmə bacarığının formalaşmasının qarşısını alır. Şagird bilməlidir ki, o nəyi, nə üçün öyrənir və onu harda tətbiq edəcək.
və öyrəndiklərinin real həyatda qarşılaşacağı hansı problemin həlli üçün tətbiq edəcəyini bilir və belə olanda onun öyrənməsi daha səmərəli olur və aydın məsələdir ki, problem həll etmə inkişaf edir. Amma proses əksinə gedəndə, əgər biz şagirdin öyrəndiyini yalnız sinif üçün olduğu informasiyasını şagirdə ötürəndə, onda həyatla əlaqə qırılır və belə olanda problem həll etmə haqqında ümumiyyətlə düşünən olmur. Aynur xanım, bəs problem həll etmək üçün lazım olan strategiyalar hansılardır? Problem həll etməni inkişaf edən strategiyalar şagird yönümlü təlimin əsasında dayanan strategiyalardır. Müəllimlər araşdırma əsaslı, tədqiqat əsaslı, sorğu əsaslı, layihə əsaslı, oyun əsaslı təlim modellərinə müraciət edəndə, birgə öyrənməyə müraciət edəndə, yəni kiçik qruplarla iş, cütlərlə iş, müzakirələrin təşkili və s. Metaqognitiv bilik bacarıqları inkişaf etdirən fəaliyyətə yönələndə, öyrənmə prosesində süni intellektdən və rəqəmsal alətlərdən istifadəni prosesə cəlb edəndə şagirdlərdə problem həll etmə bacarığı formalaşır və inkişaf edir. Aynur xanım, bəs danışdığınız mövzu təhsil verənlərin sertifikatlaşdırılması prosesində, imtahanında necə öz əksini tapacaq? Problem həll etmə mövzusu elə bir mövzudur ki, bütün mövzularla sıx inteqrasiyadadır. Müəllim təlim nəticələrini müəyyənləşdirəndə də, strategiyanı quranda da, şagirdlə ünsiyyəti düzgün quranda da problem həll etmə bacarığını istifadə edir. Xüsusən də situativ suallarda bu çox önəmlidir. Situasiyada müəllim problemin həllinə yönəlmiş addımlar düşünməli və cavabları ona uyğun seçməlidir. Aynur xanım, ətraflı izahınıza görə təşəkkür edirik. Məncə sizin bu izahınız nəinki imtahana hazırlaşan müəllimlərə, eyni zamanda da ümumiyyətlə təhsil işçilərinə kömək olacaq o baxımdan ki, toxunduğunuz mövzu çox önəmlidir, aktualdır və şagirdlərdə formalaşdırılması olan bacarıqların bəlkə də ən önündə gələn bir bacarıqdır. Bəli, həqiqətən bu belədir. Düşünürəm ki, bizim dərslərimiz müəllimlər üçün az da olsa faydalı olar və şagirdlərimizdə problem həll etmə bacarığının formalaşdırılması haqqında fəaliyyətlərini daha da artırarlar. Təşəkkür edirik. Çox sağ olun. Əziz müəllimlər, bizim bugünkü verilişimiz bu qədər. Növbəti buraxılışlarda görüşənə qədər.